Deməli dostlar, opu işləmindən bir səhnə göstərirəm sizə. Hal-hazırda 6 yumurtası içəridədir, bir tərəfdə hələ toplamamışıq. PRP sonrası, yumurta cavanlaşdırma sonrası 43 yaşında xəstəmizdir bax bu xəstə. PRP-ni düzgün elədiyiniz müddətcə, düzgün pasientlər elədiyiniz müddətcə bax belə nəticələr əldə edə bilirsiniz. Biz işimizi nəticələrlə göstəririk, boş danışıqla yox. Bu da cavabı. 2 dəfə süni mayalanma olmuşdu bizdən əvvəl başqa yerlərdə. Yumurta çıxmamışdı. Birindən bir dəfə çıxmışdı, birindən vəbşə çıxmamışdı. Vəziyyət bu. Hələ də embriologunu saymağa davam edir. PRP sonrası faydasını gördünüz xəstənin. Seçdiyimiz pasientlərdə əlbəttə ki faydalıdır. Bu da nəticəsi. Yenə də deyirəm, PRP edərkən yumurtalığın bəslənmə damarına, onu bəsləyən damarın içine etdiyinizdə fayda olur. Kənarından köşəsinə sıxışdırdığınız PRP-nin heç bir faydası olmaz. Ondan sonra da ortalıqda fırlanırsınlar. Deyirlər ki, PRP faydasızdır. Düzgün elədiyinizdə əlbəttə ki faydalıdır. Düzgün pasiyent elədiyinizdə, seçdiyiniz pasiyent elədiyinizdə əlbəttə ki faydalıdır. Aha, bu da embriologumuzun səsi. Bilməm, eşitdiniz yoxsa yox, 7 dedi içəridə. 7-ci yumurtanı tapdı, hələ də davam edir saymağa.